vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biz hal-hazırda paytaxt Nəsimi rayonu Mircəlal 16 ünvanındayıq. Bir müddət əvvəl bu ərazidə reportaj hazırlamışdıq. Belə ki, məhəllə yolu bərbad haldaydı. Yolun asfalt örtüyü tamamilə yararsız idi. İri çuxurlar sakinlərdə narazılıq yaradırdı. Biz də Milli TV olaraq bu problemi işıqlandırdıq və aidiyyəti qurumlara müraciət etdik. Bizim çəkilişdən dərhal sonra hərəkətə keçən Nəsimi rayon İcra Hakimiyyəti yolun asfalt örtüyünü bərpa etdi və yolu tam yararlı vəziyyətdə sakinlərə təhvil verdi. Üzümüzü tutub Nəsimi rayon İcra Hakimiyyətinə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, işlərinizdə belə operativsiniz. Bəli, hörmətli izləyicilər, bu bizim Milli TV-nin əziyyətinin, zəhmətinin nəticəsidir. Yolla bağlı onu deyə bilərəm ki, əsasən yağış olanda, yağmur olanda əziyyət çəkirdik. Böyük, belə deyim, bəli, çətinlik olurdu. Yəni uşaqlar üçün də, böyüklər üçün də, maşınlar üçün daha yəni keçərli deyildi də. Göl olurdu, gölməçə yaranırdı. Yəni çətin idi, keçmək olmurdu. İndi hal-hazırda çox yaxşıdır. Təşəkkür edirik, minnətdarıq. Çox sağ olun hər bir şeyə görə. Yaxşıdır, şükür Allah, qaydasına dəyişir. Çox sağ olun. Təşəkkür edirəm. Kim çəkdiribsə yolu, minnətdaram. Kim bu işdə öz təşkilatçılığını görübsə minnətdaram. Nəsimi rayon İcra Hakimiyyətinə də minnətdarlığımızı bildiririk və belə gözəl nümunəli addımlar hər zaman atsınlar. Onu da qeyd edim ki, işıq dirəklərinin bir qismi işlək vəziyyətdə deyildi. Axşam saatlarında məhəllə qaranlığa qərq olurdu. Sağ olsun bir daha Nəsimi rayon İcra Hakimiyyəti işıq dirəklərində olan işıqları bərpa etdi. Çox gözəl. Bura asfalt çəkilib, biz əziyyət çəkirdik. Uşağı hər dəfə bu yolla məktəbə aparıb gətirirdim, əziyyət çəkirdim. Bu asfaltı gördüm, sevindim. Biz əvvəl futbol oynayanda, bura tozlu olanda və yaxud paçıqlı olanda biz gəlib burada oynayırdıq və velosipedlərimizi də burada sürə bilirik artıq rahat. Bura məktəb yoludur, uşaqlar yıxılırdı, maşınlar, bahalı maşınlardır, hamısı dəyirdi də. Yəni biz özümüz taksi ilə neçə dəfələrlə taksi ilə gələndə taksi bura gəlmək istəmir. Bu yol keçmək istəmir. Çünki maşın eləsi var, alçaqdır, dəyir də. Asfalt yol. Bəli, çuxurlar var idi, böyük çuxurlar var idi. Bərbad gündə idi, həqiqətən. Biz burada yaşayırıq, bilirik də. Yəni çox sağ olun, bir daha minnətdarlığımı bildirirəm. Sizə də, bunu təşkil eləyənə də, yəni icra hakimiyyətinə də sağ olsunlar. Yəni belə xeyirxah işlər çox eləsinlər. Mən Babayeva Vera. Bu ərazidə yaşayırsınız? Bəli, bəli. O binada yaşayıram mən. Sizi çox sağ ol deyirəm, minnətdaram. Siz Bu yolla bağlı nə bildirə bilərsiniz fikirlərinizi? Çox yaxşı oldu. Çətinlik çəkirdik neçə müddətdir. Axır ki, yolu səliqəli hala salmışlar. Bunun üçün də bütün əziyyət çəkən qurumun işçilərinə və idarə heyətinə təşəkkürümü bildirirəm dərindən. 4-5 ildir burada yaşayıram. Biz gələnə elə bu yol bərbad gündə idi demək olar. Yağış yağanda buralar göl olurdu. Nə maşın keçə bilirdi, nə insanlar keçə bilirdi. Yenə indi sağ olsunlar, düzəltdilər. İcra hakimiyyətimiz sağ olsun, var olsun. İnşallah buralarda da biraz pis yerlər var. İnşallah oralar da yaxında düzələr. Lap belə xoşbəxt olarıq. İnsanlar da rahat keçər, maşınlar da rahat keçər həmçinin. Milli TV-yə də təşəkkür edirik ki, sizin sayənizdə bu yolu düzəltdilər. Sizə də minnətdarlığımızı bildiririk. Sağ olun, təşəkkür. Çox sağ olun, çox sağ olun.